Hörmətli Nisəbəyim sevərlər, hörmətli 86-cı qrupun tələbələri, hörmətli videonu izləyənlər, hər kəsə Allahın salamı olsun. Vaxtımızın kiçik bir hissəsini Nisəbəyimə həsr etməyi özümüzə borc bildik. Mən Nisəbəyimin tələbə yoldaşı olmuşam, adım Zemfira, soyadım Muradovadır. 4 il onunla bir yerdə oxumuşam, onunla həmişə sirdaş olmuşam. Biz 3 rəfiqə daha bir-birimizə çox yaxın idik. Sevil, Nisəbəyim və mən. Həmişə bir yerdə olardıq, həmişə dərslərimizi bir yerdə bölüşərdik, imtahan qabağı çox-çox görüşərdik. O çox savadlı, çox təmkinli, sakit təbiətli bir qız idi. Sinifin həmişə qrupun əlacısı olub, hətta universiteti belə, yəni o vaxt institut deyirdilər, o qırmızı diplomla qurtarmışdı. 48 ildən sonra biz tələbələr bir-birimizlə görüşdük və öz aramızda Nisəbəyimi görmədim. Və ilk sualım da tələbə yoldaşlarıma bu oldu ki, onu görməmişəm, öz aramızda görmürük. Və bildim ki, o dünyasını dəyişir, bu mənə çox ağır oldu, çox pis qarşıladım bu xəbəri. Ancaq Nisəbəyimi ümumiyyətlə Azərbaycanda tanıdan onun əsərləridir. Şair kimi o məşhur oldu. Hətta Yaşlılar İttifaqının sədri Anar müəllim onu 21-ci əsrin şairi belə adlandırmışdı. Onun əsərləri çox gözəl, çox maraqlı əsərləri var. Yaradıcılığı çoxdur, böyükdür. Əsərləri onun evladı kimi qiymətləndirildi. Mən onun əsərlərini belə qiymətləndirirəm. Artıq martın 6-sında biz onun 70-ci baharını Nisəbəyimsiz qeyd elədik. Ulu Tanrıdan ona rəhmət diləyirəm, ruhu şad olsun. Çox sağ olun dinlədiyinizə görə. Hamıya təşəkkür edirəm. Əziz bacımız Nisəbəyim, biz çox xoşbəxt insanlarıq ki, Nisəbəyim kimi sadə, savadlı, istedadlı, hər tərəfli, işıqlı bir insanla tələbə yoldaşı olmuşuq. Allah səni rəhmət eləsin. Bir günahımızı etiraf edək ki, sənin dəfnində üzürlü səbəbə görə iştirak edə bilməmişik. 6 Mart 1955-ci il Rəhimova Nisəbəyim xanımın doğum günü. Bugün 17 yaşı tamam olmuş. 86-cı qrupun keçmiş tələbələri bugün yenə də onu yad edir. Allah ruhunu şad eləsin. Nisəbəyim bizim içərimizdə ən istedadlısı, ən qabiliyyətlisi, savadlı bir xanımdır. Bizəmiş olursa istedadına, savadına həmişə qıft eləmişdir. Ədalətli, təmkinli, qayğıkeş və xeyirxah bir insan. Və bütün bu dediklərim onun sonraki həyatında, fəaliyyətində, bədii yaradıcılığında da öz əksini tapıb. Nisəbəyim istəyəndə yaxşı müəllim olub, ömür boyu yaxşı şairə kimi tanınıb, qələmin nasir kimi sığıyanda da yaxşı nasir kimi tanınıb. Biz onunla həmişə fəxr eləmişik. Bugün də onun ad günü münasibəti ilə hamımız onu yad edirik və ruhuna dualar oxuyuruq. Nisəbəyim həmişə onu tanıyanların qəlbində olub olacaq. Onun yaratdıqları, qoyduqları irsi onun yadigarlarıdır. Nisəbəyim hər cür hörmətə layiq bir ziyalıydı. Sabirabad rayonunda yaxşı müəllim, yaxşı insan, bacı və dost kimi tanınmış hər tərəfli şəxsiyyət. Biz o ilə fəxr eləmişik, fəxr edirik. Allah ona rəhmət eləsin. Ruhu şad olsun.
Deyirlər, hər bir insanın həyatında onun adı önəm daşıyır. Yəni, insan öz adı ilə yaşayır. Mən bugün Nisə bəyimlə danışmaq istəyirəm. Nisə bəyim. Nisənin adında bir bəyim kəlməsi var. Yəni, banu, bəyim, xatun, xanım, xatun. Azərbaycan qadınlarına xas olan, onu təcəssüm etdirən ən incə təbli sözlər, onun adını daşıyan kəlmələr Nisə bəyimin adında, həyatında bir cığır kimi yol keçdi, yol keçdi, yol getdi. Və mən Nisə bəyimi tələbəlik illərimə qayıdıram. Onunla bir qrupda oxumuşam, onu belə xatırlayıram. İstər-istəməz tələbəlik illər ömrün elə bir gözəl çağıdır ki, şirin xatirələr insanı yaşadır. Həmin illəri, ən gözəl anlarını yaşayırsan, tələbə yoldaşların yadına düşür. Nisə bəyimi də mən nəzərimdən çox incə təbiətli bir qız kimi xatırlayıram. O incə təbiəti var idi, o sakit təbiətli idi, incə təbli idi. Xeyirxah və çox mehriban bir qız idi. Bəzən Nisə bəyim söhbət eləyəndə, danışanda xəyalən gözlərini uzaq bir nöqtəyə zilləyərdi, düşüncələrə dalardı. Bu, onun təbiətinə xas idi. Deməli, gələcəkdə də Nisə bəyim əlinə qələm götürüb yazar və ağ vərəqlərə həyatda gördüklərini köçürərmiş. Bu, onun gəncliyin illərindən bu onda bilinirdi. Nisə bəyimin bizim cərgəmizdə olmadığını görəndə biz tələbə yoldaşlarımız çox qüssə keçirdik, çox üzüldük hər birimiz və onun həyat yolunu bizdən tələbəlik illərindən sonraki illəri vərəqlədik. Belə bir fikir var nağıllarda, deyirlər ki, 7 qardaşın bir bacısı, deyirlər ki, 6 qardaşın bir bacısı. Baxın, Nisə bəyim də belə bir həyat yolu keçib. O qardaşlarına ana olub, bacı olub. Ana sevgisi, ana qayğısı göstərib. Bacı sevinci bəxş eləyib. Doğrudur, həyat ona ana olmaq kimi, təbiət ona ana olmaq kimi bir sevinci bəxş etməmişdir. Ancaq Nisə bəyim bu sevgini yaşatmışdı qəlbində. Kimlərə vermişdi? Dərs dediyi şagirdlərinə. Onların hafizəsində, onların qəlbində, onların düşüncələrində, onların rəftarında yaşamışdır. İşlədiyi kollektivində, birgə işlədiyi müəllimlərlə, dostları ilə, doğmaları ilə olan sevgisində yaşatmışdır. Nisə bəyim qəlbindən keçirən harayı, qəlbindən keçirilən güclü hissləri kitablara çevirməyə başladı. Onun çox təzadlı fikirləri var idi Nisə bəyimin. Yəni biz, tərbiyə yoldaşlarımız onun çox bir-birindən qəribə səslənən kitablarını, hekayələrini, poemalarını oxuduqca, vərəqlədikcə anlayırdı ki, Nisə bəyimin dünya görüşü tamamilə bambaşqadır. Başqa bir sevdalı qız idi Nisə bəyim. Gəh dünyaya gəlməyin yolunu arayırdı, göstərirdi. Dünyadan getməyin yolunu insanlara sanki başa salırdı. Bir tərəfdən ayrılığın sonu yoxmuş söyləyən Nisə bəyim, bu ayrılığın nə səndə, nə məndə, heç kim bu ayrılığın son nöqtəsini bilmir. Yəni, haçan başlayır, haçan gedir, haçan davam edir. Yəni, bu ayrılığın nə zamanı var, bu ayrılığın nə məkanı var, bu ayrılığın nə yeri var, bilinmir. Onu çalışır ki, oxucuna anlada bilsin. Ayrılıqdan bərk qorxurdu. Sanki o bu hissləri yaşayacaqdı haçansa. Onu həyatdan ayıran xəstəlik olacaq. Nisə bəyim sanki bunu hiss edirdi, şeirlərində də bunu göstərirdi. Bir tərəfdən o
həyatda olan gerçəklikləri özünün istirablarında görürdü. Mənim gerçəkliklərim deyirdi, mənim istirablarımdır, mənim əzablarımdır, mənim itirdiklərimdir. Onlar deyirdi, mənim istirablarımdır. Doğrudur, hər bir insanın həyatında istirabları olur, çəkdiyi əzablar olur. Ancaq Nisə bəyim onu poetik dillə, incə lirik ricətlərlə, poetik duyğularla elə gözəl ifadə edir ki, oxucu oxuduqca Nisə bəyimin sətirlərindən ayrıla bilmir. Onu, o gerçəkliyi oxucuya çatdırmağı Nisə bəyim bacarırdı. Onu istər hekayələri, istər poemaları, istər qalaq-qalaq yaratdığı kitabları böyük oxucu kütləsinin sevgisinə səbəb oldu. Ədəbi mühitdə tanındı Nisə bəyim və özündən sonra bir cığır qoydu, özündən sonra bir yol açdı. Yaddaşlarda qaldı, hafizələrdə qaldı, ürəklərdə yaşadı və hər bir oxucunun ürəyində Nisə bəyim adlı bir şairə, bir yazar, bir poeziya vurğunu, gözəl bir xanım, gözəl bir müəllimə, duyğulu bir insan kimi yaşadı. Ruhən o bəlkə bizimlədir bugün. Bizimlədir. Qəlbimizdədir. Allah ona qəni-qəni rəhmət eləsin. Nisə bəyim, sənin bugün 70 yaşın tamam olur. Ruhun şad olsun deyirik. Məkanın cənnət olsun deyirik. Qəbrin nurla dolsun deyirik. Mən Nisə bəyimlə bir qrupda oxumuşam. Oxuduğum dövr ərzində, tələbəlik illərində onu özünə qapalı, ürəyinlə danışan, çox danışmağı sevməyən bir tələbə kimi tanımışam, qrup yoldaşım kimi tanımışam. İnstitut həyatı bitdikdən sonra müəyyən səbəblərdən hərə bir məkana yol aldı. Bir-birimizin həyatımızdan o qədər yaxından məlumatımız olmadı. Sonradan eşitdim ki, Nisə bəyim Allahın dərgahına qovuşub, rəhmətə gedib, gözəl əsərlər yazıb, gözəl əsərlərin müəllifidir. Amma sonra fikirləşdim, sevdası mı dönük çıxacağını, arzularının mı puç olacağını, xəyallarının mı qırılacağını öncədən bilirdi Nisə bəyim. Belə həmişə qəmgin, bədvin dayanırdı. Təbii ki, bu mənim fikrimdir. Bəlkə belə idi, bəlkə də belə deyildi. Amma mən deyərdim ki, insan nə qədər yaşayacağı yox, necə yaşayacağı insan üçün daha önəmlidir. İnsan elə yaşamalıdır, rəhmətə getdikdən sonra onun adı anılsın. Nisə bəyim öz əsərləri ilə daimi yaşayacaq. Bugün öz doğmalarının, yaxınlarının yaddaşında həkk olunsa da, onların xatirələrində yaşasa da, onu daimi yaşadan əsərlər olacaq. Onun sətirlərində oxucuları özlərini bir obraz kimi tapanda, oradakı obrazları özlərini onun yerinə qoyduqda Nisə bəyim əbədi yaşayacaq. Allah rəhmət eləsin, 25'də olsun bacı. Nisə bəyimlə bir qrupda oxumuşam, filologiya fakültəsində. O, özünə məxsus davranışı, savadı, ağlı ilə həmişə seçilirdi qrupda. Hamımız çox istəyirdik onu. Hələ tələbə ikən yazdığı şeirləri dilimizdən düşmürdü. Cavan tələbənin belə mənalı, vətənpərvər, mühit, həyat, dünya ilə bağlı poeziyası hələ tələbə ikən bizi özünə cəlb eləmişdi. Biz inanırdıq ki, o ədəbiyyatda böyük uğur qazanacaq, qazandı da. Qəzet və jurnallarda bu əsl şairin şeirləri, əsərləri yer aldıqca oxucular heyrətini gizlədə bilmirdi. Həqiqətən bu əsərləri yazan əsl Azərbaycan şairi ola bilərdi. Bu dünyadan möcüzə gözləyirdi Nisə bəyim. Möcüzə gözləyən şairə 16 kitabın müəllifi oldu. Amma neçə-neçə əsərləri heyf ki, işıq üzü görmədi. Poemalar
müəllifi kimi də ad qazanan Nisəbəyim heç vaxt dərdli, küskün olmayıb. Söz yox ki, dərdli şair təsiri bağışlayıb. Mən həm də roman müəllifi kimi tanınan şairənin Azərbaycan Yazıçılar Birliyinin üzvü olması bizim üçün misli görünməyən bir sevinc idi. Heyf Nisəbəyim arzularının hamısını yerinə yetirə bilmədi. Vətəni, xalqı üçün döyünən bir ürək sustu. O bizim qəlbimizdə, onu tanıyanların qəlbində həmişə yaşayacaq. Xalqımız onun 70 illik yubileyini keçirmək ərəfəsindədir. Amma Nisəbəyimsiz 70 yaşın mübarək Nisəbəyim. Nisəbəyim qrup yoldaşım olub. O hələ tələbəlik illərində öz istidadı, bacarığı ilə seçilib. Baxışlarında həmişə nikbinlik, səmimilik var idi. Kim deyə bilərdi ki, bugünün tələbəsi sabahın şeir sənətinin sultanı olacaq. Amma çox təəssüflər ki, Nisəbəyimin 70 illiyini onsuz qeyd etdik. Azərbaycan ədəbiyyatının Mədinə Gülgül kimi, eləcə də Nigar Əfibəyli, Mirvarid Dilbazi kimi şairə xanımları olmuşdur. Belə bir şairə qadınlardan biri də bizim əziz Nisəbəyimizdir. Nisəbəyim Azərbaycan ədəbiyyatında öz dəstxətti ilə, yaradıcılığı ilə söz dünyasının, şeir dünyasının ustadı olmuşdur. O ədəbiyyatımıza yeni bir nəfəs, yeni bir pafos gətirmişdir. O bugün aramızda olmasa da əzizləri, doğmaları, eləcə də tələbə yoldaşları onu anır, yada salırlar. Allah sənə rəhmət eləsin. Allah yerini beşlik etsin. Qəbrin nurla dolsun. 1972-ci ilin sentyabrı. Əksəriyyəti rayonlardan olan bir qrup gənc. Onlar tələbə adını qazanıb və bunun sevincini yaşayır. Həmin gənclər 86-cı qrup adı altında bir qrupda birləşdilər. Çox keçmədən bir-biri ilə doğmalaşdılar, qaynadılar, qarışdılar. Ürəklərində tələbə adını qazanmağın sevinci, qəlblərində böyük arzularla yola davam etdilər. Və bu tələbələrin içərisində Nisəbəyim adlı uca boylu, qara qaş, qara göz, ağıllı baxışları ilə fərqlənən bir qız vardı. Çox keçmədən onun həm də gözəl, savadlı bir qız olduğu məlum oldu. Belə ki, qrupun əlaçıları sırasında oldu. Bir qədər sonra isə artıq bildik ki, onun həyata baxışı tamamilə fərqlidir, gözəl şeirlər yazır, gözəl arzularla yaşayır. İnstitut illəri sona çatdı. Hərə bir tərəfə yollandı. O da öz doğma rayonuna müəllim kimi getdi, işə başladı. Və həmin rayonda həm gözəl, savadlı müəllim kimi, həm də şair kimi ad qazandı. 21-ci əsrin ən gözəl şairlərindən biri oldu. Təəssüf ki, vaxtsız ölüm onu həyatdan tez apardı. Lakin şair demişkən, ölüm sevinməsin o ki. Nisəbəyim kimi insanlar həyatdaykən ölümsüzlüyünü təmin ediblər. Ondan sonra onun şeirləri, əsərləri onu yaşadır. Və bu günlərdə
bir çox qrup yoldaşları kimi onun da artıq 70 yaşı tamam olub. Nə deyək sənə, bütün qrup yoldaşlarım şəxsən öz adımdan deyirəm. Cənnətdəki 70 yaşın mübarək, gözəl bacım. Heç vaxt qəlbimizdən silinməzsən. Heç vaxt nə qədər ki həyatdayıq, sən yaddan çıxmazsan. Qoy o kitablar, o səni yaşadan əsərlərin ömrü qaldıqca sən yaşayacaqsan. Və 70 yaşın mübarək. Bütün qrup yoldaşların hər an səni anır, hər an səni yadda saxlayır. İsə bəyim, mən də həsədlə baxmışam bir növ sana. Çünki çox ağıllı məsləhətlərin, çox gözəl həyat tərzi var idi. Sakit, mülayim və daim ağıllı baxan baxışların. Sən bizim yaddaşımızda eləcə də qalıbsan. Cənnətdəki yerin, qəlbimizdəki yerin həmişə durur. Allah sənə rəhmət eləsin. Yerin cənnət olsun. Onsuz da cənnət olduğunu bilirik. Bizim gözəl bacımız. Nisə bəyim. Nisə mənim qrup yoldaşım olub və biz yoldaşlar içərisində daha yaxın olmuşuq və demək olar ki, mənim ən yaxın rəfiqəm olub. Amma bugün mən Nisədən bir rəfiqəm kimi yox, bir şairə kimi danışacağım. 20-ci əsrin sonlarında Azərbaycan şeirində bir imza peyda oldu, Nisə bəyim. Və çox tez bir zamanda bu ədəbi mühitdə parladı. Özünə geniş auditoriya, oxucu auditoriyası qazandırdı. Nisə bəyim şeirinin təsiri idi ki, xalq yazıcısı Anar onu 21-ci əsrin şairəsi adlandırmışdı hələ 80-ci illərdə və Nisənin sonraki yaradıcılığı bu qiyməti təsdiqlədi. Nisə ədəbiyyata şeirlə gəlsə də, yaradıcılığında həm nəsr əsərləri, həm publisistika geniş yer tutur və onun nəsrində, roman janrında yazdığı əsərlər deyərdim ki, Azərbaycan nəsrinin, Azərbaycan romanının ən qiymətli nümunələrindən biridir və o öz layiqli qiymətini mütləq alacaq. Nisə xalqımızın qəlbində, oxucularının xatirəsində yaşayan bir sənətkar kimi artıq ədəbi mühitdə öz sözünü demiş bir sənət adamıdır. Bugün Nisənin 70-ci baxarını qarşılayırıq, 70 illik yubileyidir, lakin təəssüflər olsun ki, biz bunu Nisənin özü olmadan qeyd edirik və ömür vəfa etmədi Nisə bugünü özü iştirakı ilə qeyd olunsun. Amma o, dediyim kimi, xatirlərdə həmişə qalacaq, yaddaşlarda həmişə yaşayacaq və bu dünyanın əbədi sakinlərindən biri olacaq. 70-ci baharın mübarək bacım, ruhun şad olsun.